Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə dövlət qulluğu imtahanına düşən bir mövzunun kiçik izahını verəcəm. Hansı ki, o mövzuda həmin açar sözləri görüb rahat tapa bilərsiniz onu. Bu mövzu əməli yazı nümunələridir. Açar sözlər. Məsələn, izah edəcəyim arayışdır, ərizədir, hesabatdır, bir də izahatdır. Arayışla bağlı yazır ki, bir və ya bir neçə şəxsin kimliyini bildirir. Və yaxud da cümlənin içərisində həqiqətən sözünü gördünüz, götürəcəksiniz arayış. Ərizə yazıb ki, şikayət və xahiş xarakterlidir. Bu aiddir ərizəyə. Və yaxud da bir də var ki, əməli yazının ən sadə forması və ən sərbəst forması. Əməli yazının ən sadə forması deyirsə ərizədir, ən sərbəst forma deyirsə bu məktubdur. Hesabatla bağlı. Yarımının ortasında, ilin sonunda şifahi və yazılı formada verilən əməli yazı nümunəsi hesabatdır. İzahata gəlincə isə, məsələn, işçi işə gələrsən gecikibdir. Hansı əməli yazı nümunəsini yazmalıdır? Təbii ki, bu izahatdır. Aydınlaşdırma, şərh etmə mənasını verən əməli yazı nümunəsidir.